Salam dəyərli tələbələrim, bu günlər sizlərlə sizin mənə icmaldan atdığınız əl işlərinizə baxacağam. Həqiqətən aralarında çox qəşəngləri var idi və bunu da deyim ki, takipçilər serisi davamı gələcək. Takipçilər serisi nədir? Kanala yeni gələnlər üçün. Yəni ən aktiv takipçilərimdən olsun, yorum yazanlar olsun, hər videoya baxıb şərh yazan olsun. Onlar icmala öz fotolarını atırlar. Mən də birinci günlər, ikinci günlər əsasən onların portretini işləyib göndərirəm. Bir sözlə bizə dəyər verənə biz də dəyər veririk. Gəlin çox da video uzatmayaq və videonu sizin əl işlərinizdən bəzəyək. Gəlin ilk işimizdən başlayaq. Bu işimizdə Zəfərgül nə işləyib? Həqiqətən çox maraqlı işləyib. Yəni o yumruq olsun, detallar olsun, rəng tonları olsun. Yəni çox qəşəng oldu və bu tələbəmiz 15 dəqiqə əvvəl atıb və mən həmişə çalışmışam ki, bu videoları həmişə atan dəqiqədə sizin üçün şeyim. Yəni cümə günləri bu seri həmişə ardı gəlsin. Yəni gec də atsa, tez də atsanız mən həmişə videoya əlavə edirəm. Yəni əsas odur sizin, yəni motivasiya olub daha da ruhlanmanız və bunu da çox qəşəngdir. Sülh həqiqətən qəşəngdir. Flamasterlə işləyir. Qızımız deyir necədir? İlk növbədə kaş yaşını qeyd eləyərdi. Çünki mən yaş məsələsində çox toxunuram. Nəyə görə? Çünki mən gedib 11-ci sinif uşağından möhtəşəm bir əsər və ya 3-cü sinif uşağından eyni şey gözləyə bilmərəm. Yəni pis deyil əslində. Yaş kateqoriyası önəmlidir. Burada da məsələn bu fərqli maraqlı ideyalarla, yəni siz də məsələn biz necə ki akademik dərslərdə bezirik, akademik işlər işləyəndə belə fərqli düşüncəli ideyalar tapanda adam biraz da motivasiya alır və ruhlanır. Yəni bu da onlardan biridir. Yəni yaşı çox önəmlidir, qeyd edəsən və bu takipçimizdə hər dəfə, hər videoda, hər bu seriyə öz əl işlərini atır, həqiqətən. Yəni hər dəfə də detalları artırır, fərqliliklər eləyir. İnşallah hər dəfə də daha da belə formada davam eləyəcək, əl işləri daha da inkişaf eləyəcək. Yəni həqiqətən xırda detallar var, maraqlıdır. Əslində bunu mən bəyəndim. Nəyə görə? Çünki bu ideya biraz daha maraqlıdır. Barmaq izi. Ben bəzi səhifələrdə görürəm, barmaq izini hazırlayır, çəkirlər və onu boyunbağı halına gətirirlər. Yəni bu da mən onu görəndə bu işi avtomatik o yadıma düşdü. Nə yalan deyim? Yəni maraqlıdır. Deyirsə öz barmaq izini qeyd edib, zəhmət olmasa şərhdə bildirər. Yəni maraqlıdır. Burada da məsələn digər videolarda da görərsiniz, həmin takipçimizin əl işində müqayisə apararsınız. Yəni uşaqlar çalışın ki, hər dəfə atın və öz əl işlərinizdəki fərqi özünüz görəcəksiniz. Çünki daim işləyən əl heç vaxt yatmaz. Rəssamlıqda da budur. Və bu qızımız da bir saat əvvəl atanlardandır və bu işi mən çox bəyəndim. Nə yalan deyim. Çox maraqlıdır. Dovşanlar olsun, tonlaması olsun, rənglər çeşidliyi olsun. Biraz da çoxalsa fişo. Bu çox qəşəng bir işdir. Görürsən neçə yaşın var gözlərim? Salam yəni necədir? Mən çox bəyəndim, nə yalan deyim. Afərin. İnşallah daha da gözəl əl işlərin olacaq. Və digər işi də Nərgiz gülü və mənzərə rəsmi işləyib. İlk öncə Nərgiz gülünə baxayım. Afərin, Nərgiz gülünə oxşuyur. Bəzən uşaqlar Nərgiz gülünü elə bir ulduzvari işləyirlər. Amma bu qızımızda şərhi oxuyanda avtomatik gördüm ki, hə, oxşadı, qəşəngdir. Biraz o gülün elə bir tonlamasını biraz da fikir ver. Həssanda güldanı. Amma belə çox qəşəngdir. Əhsən. Mənzərə də qəşəngdir, maraqlıdır. Gözəl. Mavi, əsən öndəki gülləri mən çox bəyəndim. Nəyə görə uşaqlar? Çünki perspektiva deyilən bir anlayış var. Sizə yaxın olan şeylər daha dönd, sizdən uzaq olanlar daha açıq olur. Yəni hər şey budur. Necə ki sizə biri uzaqdan yaxınlaşanda tanımırsınız, tam yaxın olanda tanıyırsınız, o da onun kimi bir şey. Bu qızımızın da 50 işinə baxdım. Maraqlıdır, 11 yaşı var. Qəşəngdir, maraqlıdır və əl işlərində bir qismində bu qızımız bunu təkrardan atmışdı. Digər əl işlərinə də baxdım. Hissə işləyib. Gözlər olsun maraqlıdır. Ağız nahiyəsindəki o gilas, o da qəşəng maraqlıdır. Yəni məsələn bu işin desən buna oxşayan mən görmüşdüm. Görürsən eyni qızmı, atan, eyni tələbəmi? O maraqlıdır. Zəhmət olmasa qeyd eləyəsən, burada da yaşını qeyd eləyib. Kursa da getməyib. Əslən, mən kursa gedib getməyən uşaqları heç vaxt müqayisə etmirəm. Nəyə görə uşaqlar? Çünki incəsənəti sevgi tam fərqlidir. Bu kursa gedib getməklə deyil. Qətiyyən. Sevgi varsa hara gedirsə getsin, o özünə yol tapacaq. Bu iş də qəşəngdir, maraqlıdır. Bayraq olsun, yumruq olsun. Afərin, qəşəng. Mən bu işini daha çox bəyəndim. Bu 11 yaşlı qızımıza.
Yəni həqiqətən maraqlıdır. Bu olsun, bu işi olsun. Ümumiyyətlə öz dizaynı hazırlaşdığını qeyd edib. Yəni dizaynlar qəşəngdir. Mən ən çox bunlar məsələn o 2 dənə geyimki var. Əvvəl bu. Aha, bu çox qəşəngdir. Forması olsun. Tam bir gül formasında və güldə qıraqda, küncdə qeyd eləyib. Proporsiyası olsun, hətta saç düzümü də olsun. Burada çalışın. Əslən burada geyim bizə önəmlidir, amma belə ümumi tanımlaması mənim xoşuma gəldi. Burada da məsələn portret işləməyə çalışıb. Çalış quzum, portretləri hissə-hissə çək, amma belə pis deyil. Burada məsələn güllər. Məsələn mən görürəm ki, geyimə daha çox marağım var. Belə də davam elə. Bu işimiz də çox şirindir. Nə yazıb? For kindergarten. Çox şirindir. Flomasterla işləyib. Konkretlik var, dəqiqlik var və maraqlıdır. Biraz sifətin, biraz potuş eləmirsən, qulaqları biraz qısa qalıb. Amma belə çox şirindir. Həqiqətən maraqlıdır. Bir dənə də işi var idi, mən görmüşdüm. Aha, bu işi. Aha, flomastera oxşuyur, amma flomasterla işləmir. Əli boyalıdır. Quaşdır belə. Quaşı bu formada işləmək qəşəng. Bu işimizdə də görürük ki, akademiyaya hazırlaşır görəsən tələbəmiz. Qara qələmlə şəkillər. Özü də avqustda işləyib. Biraz proporsiyalarında problem var. Ölçülərdə problem var, amma burada yaş məsələsi. Dediyim kimi, uşaqlar çalışın yaşlarınızı atın. Çünki mən hər hansı bir söz deyə bilərəm akademik formada. Bir müəllimə olaraq qətiyyən mənim sözlərimi tənqid olaraq qətiyyən qəbul etməyib. Amma işlər qəşəngdir, maraqlıdır. Amma yaş kateqoriyası olmadığına görə mən bəzən şərh bildirə bilmirəm. Amma atın üz nahiyəsi olsun, pis deyil. Yəni boyun hissəsində problem var amma. Məsələn, Veneranda işləyib. Sadəcə Veneranın alt hissəsindəki o şey var ya quzum, boyundan fasadı birləşdirən hissə, o çox incə qalıb. Bilmirəm, bəlkə sənin işlədiyin heykəldə elədir, amma belə maraqlıdır işlə. Amma mütləq öz yaşını qeyd edəsən və hansı qrupa hazırlaşdığını da qeyd edəsən. Həvəskarlara həmişə hörmətlə yanaşıram. Nəyə görə? Çünki onlar incəsənətə vaxt ayırıb, zəhmət ayıranlardır. Bu işdə də elə qəşəng konstitusiyaya aid işləyib. Bax, bu qızımızın işi. Təkrarən bunu atmışdı 5 dəfə. Dedim ayrıca deyim ki, portretdə məsələn burun, qaş, ağız, dodaq onlar hissə-hissə çək və ardında da o davam gələcək. Həqiqətən o fərqi özündə görəcəksən. Digər bir işimizdə də baxın, ayrıca bir göz yazıb, necə olduğumu soruşur, yaşayam gözəlim, yaxşı olub, pis deyil. Amma yaşını qeyd eləməmsən, çalış çox da vərəq, tam vərəq boyda işləmə. Çalış balaca çək. Məsələn Pinterest proqramı ki var. Orada məsələn göz qırpır, gözü açır, hər istiqamətdə çək. Amma belə maraqlı, qeyri-adi görsən. Məsələn bu qızımızda da aha. Xəvvarənin işlərini bir dəfə də atmışdı Xəvvarə. Yəni qəşəng işləmirsən, maraqlıdır. Məsələn bu işin çox şirindir. Yəni bunu çox bəyənmişdim. Bir dənə zəhmət olsa yaşında qeyd edərsən kukla. Yəni maraqlı işləmirsən. Renk tonu olsun, diqqət. Və digər işində ən birincisini daha çox bəyəndim. Bu da maraqlıdır. 12 yaşlı qızımızın karandaşla işləmir, qələmlə işləyir. Bildiyiniz qələm. Maraqlıdır. Və o xarakterik özəllik olsun. Gözlər çox maraqlıdır. Yuxarıya baxır. Hiddətli baxır. Burada isə o biri hiddətli idi. Bu isə biraz məsum. Bu da Blossom. Haydi, bu şirindir, çok qəşəngdir. Bunu bəyəndim. Bu da maraqlıdır. Burada da biraz tonlama eləsin. Bax qəşəng. Burada ucu qələmlə işləyib. Burada da qələmlə işləyib. Bax yaş kateqoriyasına uyğun olaraq məncə qəşəng işləmirsən. Əgər səndən böyük 15 yaşlı və ya 16 yaşlı biri belə işləsə yox. Amma sən öz yaş kateqoriyana uyğun məncə qəşəng işlərsən. Burada bax nə qəşəng detallar eləmirsən. Sən bu da qəşəngdir. Sketchbook'undur bu. Maraqlıdır. Bu da şirindir. Baxın uşaq belə eskizlər adam görəndə adam özü də həvəsə gəlir. Mən də çəkim deyir. Və bu qəşəngdir. Bu da qəşəng. Hə, bax burada Muhammed Matata deyərdilər bunlar. Həqiqətən maraqlıdır. Uşaqlıq xatirələrimiz. Yəni həqiqətən maraqlıdır. Adam çəkdikcə həm gözü kövrəlir, həm də gördükdə də kövrəlir. Əhsən. Detallar qəşəng xoşuma gəldi. Baxan kimi gördüm. Yəni oxşadıb da. Afərin. Həqiqətən maraqlıdır. Bu da qəşəngdir. Bunu rəngləsən flomasterla, tonlama etsən çox daha qəşəng görsən. Çünki komponovkası da doğrudur. Tam mərkəzdə yerləşdirmirsən. Yəni çiyələkli keks. Çox qəşəng. Bu da şirindir. Anime formasında. Bu da qəşəngdir.
Fərqlənib. O yəni yaşına görə bir inkişaf səviyyəsi gördüm burada. Bəzən uşaqlar görürsən, Pinterestdən bir şəkil götürür, onu atır. O heç düzgün deyil uşaqlar. Mən elə şəkli avtomatik görürəm. Çünki özüm də mən Pinterestdən axtarmışam. Daim oradan şey eləmişəm. Yəni avtomatik müəllim rəssunuku tutur. Və bu iş. Mən bu işi görəndə ilk dəfədə əl hissəsinə çox qəşəng bəyəndim. Yəni əl tutubu o çox maraqlıdır, çox şirindir. Özdə 15 işləyib, bu ayın 15-i qəşəng əslən çox maraqlı fikirdir. Bu işimi də çox bəyənmişdim. Rəngli karandaşlarla işləyib. Bu çox qəşəng. Bu qızımız işıq kölgədən xəbəri var. İlk dəfə özdə rəngli karandaşla işləyib. Yəqin belə qələmlə işləyib, sonra rəngli karandaşa keçib. Çünki tonlamadan xəbəri var qızımızın. Və bu iş də qəşəngdir. Və necə olduğunu soruşur. Səhvlərini soruşur. Səhvdə ümumiyyətlə ümumi vərəqi ölçüsündə məsələn problem var, amma belə çox qəşəng işləmişsən. Əsasən də bu gül ki var, qızıl gül mənə çox xoşuma gəldi. Tonlama olsun, yumuşaqlıq olsun, o gülün o gözəlliyini tam qabağa çıxartmışsan. Çox xoşuma gəldi. Burada bir də tonlamanı etsən, lap qəşəng olacaq. Və bu işi elə bir mənə Pinterestdən tanış gəlir. Və çox qorxuducudur bu dəqiqə. Belə şeylər çox da işləmir uşaqlar. Bilirəm, iş dünyanızda sizə maraqlı gələ bilər. Amma çox da belə ürək açıcı şeylər də işləyir. Yaş məsələsi var, 13 yaşı var. 13 yaşa görə belə işləmək məsələn. Bu da bax Pinterestə oxşatdım. Nə yalan deyim, baxan kimi Pinterest şey yadıma düşdü. Biraz saxıncalı bir durum. Nəyə görə deyirəm? Çünki bir neçə nəfər mənə atmışdılar Pinterestdən və demişlər ki, müəllimə mən işləmişəm. Və mən əlbəttə ki, avtomatik bildim ki, Pinterest işitdir. Bu da elə. Sizcə uşaqlar görmüşsünüzmü Pinterestdə bu şəkli? Amma belə ideya olaraq, fikir olaraq məncə qəşəngdir. Yəni siz də baxıb yararlana bilərsiniz. Yəni həm fikir olaraq maraqlıdır əslində. Salam rəsmlərə rəy bildirərsiniz, sevinərəm. Rəy bildirərək deyim ki, akvarel texnikasında maraqlı rənglərlə oynamışsan əslən. Bu rəngləri uşaqlar bəzən qorxaraq işləyir. Bir dənə rəng tonunu götürürlər, vururlar. O olmaz uşaqlar. Akvarel bir-birinə rənglər qarışdırır. Amma çirkli rəng qətiyyən eləməyin, palçıq rəngi. Müəllim demişkən. Və bu da çox qəşəngdir. Özü bu yağlı boyaya oxşuyur. Əslən çox qəşəng. Zaten bilinirdi. Akvarel texnikası ilə belə işləyən bu formada, bunu da bu formada işləyir. Və bu tələbəmiz də görsən neçə yaşı var. Və davamını atdığını, digər serilərdə yəqin atıb. Əslən. Və uşaqlar belə davamlı formada atın. Özünüzdə də o inkişafı görəcəksiniz və bu gözü çox bəyəndim. Aferin. Bu da qəşəngdir, balıq qulağı. Özü də 25-i oktyabrda işləyib. Bunu da oktyabrda işləyib. Eskiz dəftərinə oxşuyur. Baxın, eskiz dəftəri çox önəmlidir uşaqlar. Orada etdiyiniz o qaralamalar olsun, rəssamlıqla məşğul olan biri üçün çox önəmlidir. Burada da məsələn, bu həmin o aktyor. Biraz proporsiyasında problem var. Vərəqin tam mərkəzində yerləşdirilməyib. Natrumort. Baxın, natrumortu işlərdən çox qabağa gedəcəksən. Çünki natrumort əlifbadır. Rəssamlığın əlifbası. Və bu rəsmində də dodaq işləyib. Bax, hissələrlə işləməyə davam edə. Dodaq olsun, göz olsun, bax, işıq kölgə üçün bu kürədir. Burada məsələn qızımız şey işləyib. Mərhələlərə bölüb. Əhsən, aferin. Bu da məşğuldur. Ay neçəsi işləyib? Bir il əvvəl. Bir il əvvəlki işlərində. Maraqlıdır. Yəni biraz da onu detallandıra bilərsən. Burada məsələn ürək. Bax, vərəqin tam mərkəzində işləməyiniz komponovka deməkdir. Bilirəm, bəlkə eskiz dəftərdə sərhəd yoxdur. Eskiz dəftərdə sizin dünyanızdır. Orada istədiyinizi qaralayıb, istədiyinizi çəkə bilərsiniz. Məsələn, o qaralamalar da yəni böyle gələcəkdə istifadə edə bilərsiniz. Məsələn, bunu çox xoşuma gəldi. Detallar olsun, o parçanın qırışları olsun, cizgilər olsun. Məsələn, bu da qəşəngdir, maraqlıdır əslində. Sadəcə biraz qul nahiyəsində problem var. Sanki o qul orada deyilmiş kimi, sonradan qoyulmuş kimi görsən. Amma qıraqlarını sarı ilə verib, sanki etiket kimi verməsi. Məsələn, bu çox qəşəng. Bax, bədən proporsiyası dediyim budur uşaqlar. Baxın necə hamar, gözəl. Bu da qəşəngdir. Baxın, belə fərqli ideyalar. Sizə həm rəssamlığa, həm
daha çox axtarmağı öyrədir. Çalışın Pinterestdən də çox da şey istifadə etməyin uşaqlar. O insan biraz insanın təxəyyülünü də kör-körana edir, amma burnu da qəşəngdir, maraqlıdır. Aha, məşqlər eləyib quzumuz. Afərin burun məşqləri. Bəzən burun işləyəndə çətinlik yaşayırlar uşaqlar. Bir də göz. Göz önəmlidir. Çünki insanın xarakterini göstərən ilkin əlamətdən biri gözü. Gözü oxşatdın, qabağa gedərsən. Burada da akvarel texnikasını istifadə edib. Bu da maraqlıdır. Ha, bu biraz Xocalıya aid işdir. Maraqlı işləyib qızımız. Belə qəmli şəkillər adam işləyəndə pis olur, amma məktəbdən tələb edirlər və sizdə işləməyiniz yaxşıdır. Burada da aha, bu qəşəng işləyib. Yorum yazmayımı istəyib, amma mən belə videolarda göstərirəm və mənim maraqlıdır. Davam elə. Çox davam elə, çox işlə. Moda dizayneri. Fatimənin əl işləri. Qəşəng görsən, sadəcə ayaq hissəsi mənə biraz qəribə gəldi. Amma belə pencəyin özü qəşəngdir. Bu işimizi digər serimizdən xatırlayıram sanki. Ya təkrardan atılıb. Amma çox qəşəngdir, maraqlıdır. Alt hissəsi olsun, üst hissəsi olsun, xarı bir-birini tutulması olsun. O torpağın altındakı o damarlar, kökləri olsun. Və burada qızımız məşqlər eləyib, saç məşqləri. O ortadakıları çox bəyəndim, altdakılar da qəşəngdir. Əsasən göz, burun, insan üzünü onları çəksən daha lap əla olar. Amma belə qəşəngdir. Risunukunu çox bəyəndim. Risunuk. Uşaqlar risunuk nədir? Xəttlər, cizgilər. Onu qəşəng qurmayı bacarır. Burada məsələn burun, göz eləyib. Birinci burunla ikinci burun. Bir dənə göz o biri gözdən fərqlənir. O biri daha enli, bu biri daha dar. Və bu işlər, bu işlərin hər biri çox qəşəngdir. Ən çox bəyəndiyim o qul quşlar ki var altda. Oradakı rənglərin ahəngi olsun. Onun sağında da o qayıq olsun. O da çox bəyəndim. Flamingo var, onu da çox bəyəndim. Natriumurtların bir hissələri görsənmir. Onlar da çox qəşəngdir. Görürsən bu tələbəmizin neçə. Fatimənin işləridir. Sən Fatimə. Məncə sən belə rəngkarlıqla məşğul ol. Bilirəm, dizaynerə marağın var. Amma görürəm ki, bunlar daha lap gözəl, lap qəşəng işləyirsən. Bilirəm, əlbəttə ki, hər birimiz daha fərqlilikləri istəyirik. Amma bu da qəşəngdir. Burada bir şey bax, portret üzərində biraz işləməlisən. Bəzən zəif olduğumuz nöqtələrə fokuslanırıq. Güclü olduğumuz hissələrə o qədər də fokuslanmırıq. Amma sən hər ikisini də bacara bilərsən. Uğurlar. Həqiqətən çox maraqlı. Dediyim kimi, bunun kimi videoların ardından gəlmək istəyirsənsə kanala abunə olub like etməyi unutma. Yəni hər biriniz dəyərli və özəlsiniz və hər birinizin əl işinə baxanda dediyim kimi zövq alıram. Digər videolarda görüşənədək hələlik.